Salam hər kəsə, hər vaxtınız xeyir. Videoya xoş gəlmisiniz. Bugün sizlərə ən yaxşı kripto presellərdən birini göstərəcəm. Əslində təxmini bir həftə 10 gün bundan əvvəl mən bu proyekti sizlərə 1-2 dəqiqəlik göstərmişdim. Xatırlayırsınızsa top 5 presel eləmişdim və orada da mənim bu proyekt həqiqətən də çox xoşuma gəlmişdi. Bu gün isə daha detaylı bir video çəkmək istəyirəm bu proyektlə bağlı. Həmçinin deyim ki, mən bu videonu bayırda çəkirəm. Nəsə biraz səs-küylü olsa üzürlü sayın. Proyektin ilk ana bölməsi buradır. Nextchain AI blockchain və hal-hazırda kripto preselin 10-cu turundadır və qiyməti 0.038 sentdir. 11-ci tura keçməyə çox az qalıb. Gördüyünüz kimi 1 milyon 625 min dollarlıq kripto satıldıqdan sonra artıq 11-ci tura keçəcək və bu turun bitməyinə 55 min dollar qalıb. Daha da aşağılara düşdükdə bizi yapay zeka və daha çox məlumatlar bizləri qarşılayır. Biz ilk baxışda bu proyektdə nə qədər də gəzinsək, yəni normal bir insan buradakı şeylərin çoxsunu başa düşməyəcək. Məndə də əslində elə oldu. Sadəcə kripto ilə bağlı yerlərini anladım. Daha çox bir şey anlamadım. Ancaq bu proyekt sadəcə kripto deyil, kriptodan çox daha ötəsi bir şeydir həqiqətən də. Ancaq hal-hazırda bu proyektdə bir çox bölmələr, yəni bu yuxarıda yazılan yapay zeka qismları aktiv deyil. Bunlar böyük ehtimal ön satışlar bitdikdən sonra və kripto artıq listələndikdən sonra, tokenləri Nextchain listələndikdən sonra buradakı bütün dedikləri, bu yol xəritəsində olanlar hamısı bizi daha ətraflı qarşılayacaq. Burada qiymət qrafikasını görürük. İlk 0.01 sentdən ön satışa başlayıb və hal-hazırda 10-cu turdadır və qiyməti 0.038 sentdir. 11-ci turda da qiyməti 0.042 sent olacaq. Listələmə qiymətini isə 30 sentdən qoyublar. Bu nə dərəcədə realdır, bunu təbii ki, hələ ki heç bir şey deyə bilmərik. Ancaq proyekt burada dediklərini, bu yol xəritəsində vəd etdiklərini reallaşdırsa, əminəm ki 30 sentdən bu coin listelənə bilər. Tokenomika bölməsi var. 20% ictimaiyyət, 17% xəzinədarlıq, 15% ekosistem, 10% komanda, 8% likidite, 7% şəxsi, 7% mükafat, 6% yanacaq, toxum 5% və marketinq üçün 5% coin buraxılıb. Liderlik komandasını görürük. Yol xəritəsinə də dostlar baxa bilərik. Gördüyünüz kimi 2024-ün 4-cü rübündən yazıblar burada məlumatları. 2026-nın 1-ci rübünə kimi. Bu rüb nədir dostlar? G1 1-ci rüb deməkdir. Bu da 1 aydan 3 aya qədərdir. İkinci rüb 3-dən 6-ya, daha sonra 6-dan 9-a və 9-dan 12-yə qədər deyilir. Burada tez-tez verilən suallar və onların cavabları var. Başqa bu proyektlə bağlı nələrə baxa bilərik? Haqqında bölməsi var. Tokenomika, white paper, light paper. Yəni dediyim ki, məlumatlar həqiqətən də çoxdur. Yol xəritəsinə bir daha keçid eləyək və sizlərə biraz Nextchain ilə bağlı, Nextchainin yapay zekası ilə bağlı məlumat vermək istəyirəm. Nextchain AI nə işə yarayacaq gələcəkdə? Nextchain AI süni intellekt və blockchain texnologiyasını birləşdirir. Onun məqsədi gündəlik həyatda bu işlərə yaramaqdır. İndi deyəcəyim işlərə pul köçürmələri, dünyanın istənilən yerinə saniyələr içərisində və çox ucuz faizlərlə pul göndərmək, oyunlar, gələcəkdə Nextchain üzərində oyunlar olacaq, oyun oynayıb Nextchain token qazanmaq mümkün olacaq. Trading və proqnoz bazarları süni intellekt vasitəsilə futbol, kripto və digər proqnozlara trade edib qazana bilərsiniz. Sənədlərin və sertifikatların qorunması ilə də bağlı burada bir şey var. Diplom, kurs, sertifikatı kimi sənədlər blockchain-də qeyd olunacaq. Heç kim silə və ya saxtalaşdıra bilməyəcək. Notebookun zərərtkəsi az olduğuna görə belə qara ekran gəldi. Daha sonra nələr var? Dev xidmətləri var. Krediti, depoziti və digər maliyyə əməliyyatlarında AI köməyi ilə daha sərfəli və sürətli olacaq. Qısacası Nextchain AI gələcəkdə gündəlik işlərimizi daha sürətli, təhlükəsiz və ucuz həll etməyə kömək olacaq. Bayaqlarda dediyim kimi dostlar, bu proyekt sadəcə kriptodan ibarət deyil. İndi sizlərə dediyim, bu saydığım şeylərə də
qadirdir. Gəlin indi presale bölməsinə göz ataq. Presale bölməsinə də girdikdə bu bölüm bizləri qarşılayır. Sağ üst bölmədən biz bura öz kaşlokumuzu bağlamalıyıq. Mən bura öz Metamask kaşlokumu bağlamışam. Hansı token ilə almaq istəyirsə onu seçirik. Bu coin özü səhv eləmirəmsə Ethereum networkundadır. Biz buradan BSC-yə də deyəsən keçid eləyə bilərik. Burada görürsünüz. Buradan nə qədər coin almaq istəyiriksə onu seçirik. Tutaq ki 2 BNB qarşılığında 1314 dollara biz hal-hazırda 34500 coin əldə eləyə bilərik. Binance bölməsi bura keçid eləyək. Hal-hazırda ilə bu bölmədəyik. Referans bölməsinə baxaq. Hal-hazırda mənim referansım yoxdur və biz referanslardan 10% gəlir əldə eləyə bilərik. Tutaq ki, öz dostumuzu biz bu proyektə dəvət etdik və gələn dostumuz bura 100 dollar yatırım elədi və bizə 10 dollar, yəni 10% USDT bonusu veriləcək. Bu da çox yaxşı bir şeydir təbii ki. Və minimum 30 dollar olduqda biz bu pulu həm Nextchain tokeninə çevirə bilərik, həm də öz USDT adresimizə çəkə bilərik. Burada liderlər bölməsi var. Claim token bölməsində öz alacağımız tokenlər var və transaction bölməsində də etdiyimiz əməliyyatları bizlərə göstərir. Dostlar, bir daha dediyim kimi bu proyekt sadəcə ön satışdan asılı deyil. Gələcəkdə bu proyekt pul köçürmələri, oyunlar, proqnozlar, sənədlər və sertifikatlar, DeFi xidmətləri və qısacası yenə də dediyim kimi Nextchain AI gələcəkdə gündəlik işlərimizi daha sürətli və təhlükəsiz, ucuz həll etməyə kömək etməyi planlaşdırır. Biz bunları yol xəritəsində də baxaraq görə bilərik. Burada görürsünüz, çox ətraflı, çox detallı bir şəkildə hamısı vurğulanıb. İstəsəz proyektin sosial media adreslərinə də baxa bilərsiniz. Burada bütün linkləri mövcuddur. Videonun altına da həmçinin yerləşdirmişəm. Twitter'da da çox aktivdirlər, tez-tez paylaşırlar. Burada 1 saniyədə 400.000 işləm və sadəcə 0.001% ödəniş qarşılığında eləyəcəklər. Burada 1.500.000 dollarlıq token satıldığını bildiriblər. Artıq 1.600.000-ə çox yaxındır. Daha sonra Instagrama baxaq qısaca. Instagramda da 102 post paylaşılıb. Bunlara ətraflı baxa bilərsiniz. CoinMarketCap'da da artıq demək olar ki, listələnib. CoinMarketCap'ın öz rəsmi saytıdır və rəsmi saytında bu proyektlə bağlı məlumatları, informasiyaları paylaşıblar. Yenə də hər hansısa bir sualınız olsa videonun altında mənə yazaraq soruşa bilərsiniz. Videonun açıqlama qismində bütün lazımlı məlumatlar olacaq. Siz də öz fikirlərinizi videonun altında bölüşməyi unutmayın ki, bu proyekt gələcəkdə 30 sentdən listelənə bilərmi, bilməzmi? Təbii ki, bu bir yatırım tövsiyəsi deyil. Bunu da unutmayın. Başqa videolarda görüşərik. Hələlik.